əziyyətə dözmək qədər heç nə Allah qatında mükafata səbəb olmur. Açıq, aşkar, bir mənalı deyirəm. İstənilən alimdən, fəqihdən, müctehiddən, arifdən gedin soruşun sözümün doğruluğunu. Çünki istinadım Quranadır və məntiqlə də belədir. Keçən dəfə dedim, səbir deyir ibadətə verilir, mükafat ibadətə verilir. İbadətin nəyinə? İbadətin nəyinə verilir mükafat? İbadətin səbrinə verilir. Yoxsa ki, o qədər ibadətlər var ki, çox rahatdır bizim üçün. Rahat şeyə vermir. Onun içində olan çətinliyə verir mükafatı. Biz ibadət elədikcə daha çox Allaha borclu oluruq, borcumuzu hiss edirik. Amma ibadətin səbrinə görə Allah özünü bizə borclu bilir.